Dövlət milli birlik olduğu təqdirdə güclüdür. Və bugün milli birliyimizi məhv etməyə çalışan çox güc mərkəzləri var. Bir tərəfdən siyasi, hərbi cəhətdən təxribatlar, başqa bir tərəfdən cəmiyyətə, xüsusilə də gəncliyi məhv etmək istəyən narkotik bəlası dövriyyədədir. Mən sizə rəqəmi açıqlamayacağım, ancaq qeyri-rəsmi məndə rəqəmlər var və bu rəqəmlər dəhşətli vəziyyətdə. Bu cəmiyyəti, gəncliyi məhv etmək üçün total hücuma keçilir. Gənclər küçədə gəzərkən ayaq üstə qəflətən yıxılırlar. Patı adı altında dəhşətli dərmanlar, indi də saqqızlar ortalığa çıxır. Və bunlar çox dəhşətli bir xəstəlikdir. Bir dəfə ilə heç nə olmaz prinsipi ilə yanaşmayın. Çünki o bir dəfəlik sizi bu narkotika bağlayır və sizi məhv edir. Mən bildiyimə görə Azərbaycan dövləti, xüsusilə də vitse-prezident səviyyəsində xüsusi bir proqram hazırlanır. Bununla total mübarizə aparmaq üçün və böyük maliyyələr ayrılır. Ancaq bu hər kəsin işidir. Bu böyük bəladır. Universitetlərimizə, təhsil ocaqlarımıza, məktəblərə getmək lazımdır. Həqiqəti, gerçəkləri haykırmaq lazımdır. Sizin yaratdığınız şəraitdən istifadə edib insanlığa, Azərbaycanlılara müraciət etmək lazımdır. Gənclik, buna imkan verməyin. Çünki bu siz bizim gələcəyimizsiniz. Dövlətin məhv etməyin yolu bu zəif həlqədən girməkdir. Ona görə gəncliyə toxunurlar. Yəni bir tərəfdən hərbi siyasi təxribat, o biri tərəfdən baxın, cəmiyyəti məhv etmək üçün çox həssas, zəif nöqtədən cəmiyyətə girirlər. Mən bu haqda məlumat alanda sadəcə dəhşətə gəldim. Bunlar bizə, bizim topluma, bu millətə yaraşan hadisələr deyil. İmkan verməyin. Bütövlükdə cəmiyyət olaraq buna gəlin dirəniş göstərək və özümüzə qayıdaq. Biz bu deyilik.